Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefel enbiya vel murselin. Ala nebiyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellemin ehli beyti əshablar üzerine olsun. Uca Allah-u Teala elm məclisimizi xeyli bərəkətli eyləsin. Uca Allah-u Teala elm məclisinin sonunda günahlarını bağışladığı qullarından eyləsin bizləri. Biz əvvəlki mövzumuzda yenə İbrahim Aleyhisselamın həyatından toxunmuşduq. Çünki İbrahim Aleyhisselam həyatı bir insan üçün çox önəmlidir. Bir muvahhid, yəni Allah ibadət edən və Allah şərik qoşmayan üçün çox önəmlidir. Ona görə də Allah da Quran-ı Kərimdə İbrahim Aleyhisselamı ümmət, tək başına da olsa ümmət adlandır. Çünki Əbul Bəşər, bəşəriyyətin atası, muvahhidlərin imamı, üstəlik Tohid əhlinin imamı və Tohidə dəvət edənlər üçün onun həyatı nədir? Olduqca ibrətlidir. Allah da Quran-ı Kərimdə İbrahim Aleyhisselamı buyurur onun haqqında ki, "Qala inni ca'iluka lin-nas imama." Yəni səni insanlara imam seçdim. İmam yəni rəhbər seçdim. İbrahim Aleyhisselamı, yəni xeyirdə hər bir şeydə rəhbərdir İbrahim Aleyhisselam. Ona görə də Tohidi bilmək istəyən insan, İbrahim Aleyhisselamın dəvətini bilmək istəyən insan mütləq və mütləq İbrahim Aleyhisselamı özü üçün nümunə götürməlidir. İbrahim Aleyhisselam İnne İbrahim'e kâne ummeten qâniten lillahi ve lem yekun minel müşrikin. İbrahim Aleyhisselam tek başına ümmət idi. Allah'a itaat eden, ibadet eden, heç zaman müşriklerden değildi. Şakiran li en'umi. Allah'ın nimetlerine şükreden, ictebahu ve hedahu ila sırat-ı müstakim. Rabbim onu seçmiş ve doğru yola yöneltmiştir. Həmçinin də İbrahim Aleyhisselam ki, sağlam qəlb sahibi. Sağlam qəlb nə deməkdir? Şirkdən və şübhələrdən uzaq olan qəlb sağlam qəlb olur. Ona görə Allah buyurur ki, "İrcə rabbahu bi qalbin salim." O Rəbbinə qarşı sağlam qəlbidir. Sağlam qəlb nə deməkdir? Şübhələrdən, bidətlərdən və şirkdən uzaq olmaq. O insan ki Allah'a şərik qoşursa, onun qəlbi nədir? Sağlam qəlb deyil. Və İbrahim Aleyhisselam ki Allah Teala qövmü üzərində dəlillər vermişdi. Və tilkə hüccətuna ətəynə İbrahimə alə qavmihi. Allah buyurur, İbrahim Aleyhisselam'a qövmünə qarşı dəlillər, sübutlar vermişdi. Nərfə'u dərəcətin mən nəşə. Allah buyurur ki, biz istədiyimizin dərəcəsini belə yüksəldirik. İnnə rabbəkə həkimun alim. Sənin Rəbbin hikmət sahibidir, biləndir. Ona görə nədir? İbrahim Aleyhisselamın qövmü insanlar içərisində ən azğın zəlalət qövmü idi. Baxın, İbrahim Aleyhisselamın qövmündə iki qrup insan var idi. Ona görə Allah Teala ona nə deyir? Biz ona dəlil öyrətdik, yəni subut öyrətdik, hüccət öyrətdik. Onlara qarşı necə mübarizə aparsın, onlara tohidi başa salsın. Çünki İbrahim Aleyhisselamın qövmü iki qismə bölünürdü. Fəriqun ya'budunal asnam, bir qismi və bunlar çoxluq idi. Bütlərə ibadət edirdilər. Fəriqun ya'budunal kawakib, bir qismi də ulduzlara ibadət edirdilər. Özlərindən seçmişlər, misal üçün filan ulduza ibadət edirik. Ona görə də İbrahim Aleyhisselamın dəvəti nədir? İki istiqamətdə idi. Ona görə də baxın, İbrahim Aleyhisselamın dəvətini bilmək çox önəmlidir. Bunlara qarşı Allah Teala nə öyrətdi? Digər ulduzlara ibadət edənə Allah Teala onlara qarşı nə öyrətdi? Subhanallah. Ona görə nədir? Birinci nədir? İbrahim Aleyhisselamın o kəslər ki, bütlərə ibadət edirdilər. Allah Quran-ı Kərimdə Şuara surəsində bunu açıqlayır. "Vatlu aleyhim nəbə İbrahim." İbrahimin xəbərini insanlara oxu. "İz qala li qavmihi və qavm iz qala li abihi və qavmihi ma ta'budun." O atasına və qövmünə belə demişdi: "Siz nəyə ibadət edirsiniz?" "Qalu na'budu aslaman." Dedi, biz bütlərə ibadət edirik. "Fanazalu laha akifin." Yəni onun ətrafında dönürük. Subhanallah. "Qala hal yesma'unakum iz tad'un." Baxın, İbrahim Aleyhisselamın dəvəti və bunu bir insan insanları tohidə dəvət edəndə bu ayələrdən istifadə etsin. Qalə həl yesma'unakum iz tad'un. Onlara belə dedi. Siz onları çağıranda sizi eşidirlər? Birinci. Eşidir? Ona görə də bir insan tohidə dəvət edən desin İbrahim Aleyhisselamın qövmünə dediyini. Sizin Allahdan başqa kömək istəyən qəbirlər, imamlar, salihlər eşidirlər? Eşitmirlər. Bax bu hüccəti, bu dəlili kim öyrətmişdir metodu? Uca Allah Teala. Ona görə də bunları istifadə etmək lazımdır. Səni Allahdan başqa istəyərkən eşidir səni. Qalə həl yesma'unakum iz tad'un. Dua edərkən sizi eşidirlər. Əv yenfa'unakum əv yadurrun. Sizə fayda və ya zərər verə bilirlər. Qalu bəl vəcədnə əbəənə kəzəlikə yef'alun.
Cavab nədir? Bütün bidət əhlinin, şirk əhlinin cavabı. Dəlil yoxdur. Nə dedilər? Ata-babalarımızdan belə görmüşük. Subhanallah. Dəlil. Allahdan başqa kömək isə eşidir, eşitmir. Fayda verir, vermir. Zəhər aradan qaldırır, qaldırmır. Və siz niyə ibadət ediniz? Ata-babadan belə görmüşük. Hamısın ki, eynidir. Subhanallah. Qalə əfəraytum mə kuntum tə'budun. Sizin ibadət etdikləriniz, əntum və əbəkumul əqdamun. Və Allah, əvvəl ibadət edənlər. İnnəm adumulli illə rabbəl aləmin. Yəni, bu düşmənçilikdir bu. Subhanallah. Baxın, sonra nə deyir onlara? Əlləzi xaləqəni fəhvə yəhdin. Məni yaradandır, məni doğru yola yönəldən. Vəlləzi huvə yut'imuni və yəsqin. Odur mənə yemək yedizdirən, su verən. Yəni, sizin Allahdan başqa istədikdən bunlara sahibdir? Yox. Subhanallah. Və izə maridtu fəhvə yəşfin. Xəstəndə mənə şəfa verən kimdir? Allah. Sizin Allahdan başqa istədikdən şəfa verir? Yox. Şəfa versəydi, onda xəstəxanaya nə ehtiyac var idi ki? Subhanallah. Vəlləzi yumituni thumma yuhyin. Məni öldürəcək və sonra dirildən də odur. Sizin Allahdan başqa kömək istəyinizdə dirildir? Yox. Əgər onda niyə ondan kömək istəyirsiniz? Baxın, Şuara surəsi. Vəlləzi atma'an yəğfirə li xatiət yevməddin. Mən ümid edirəm ki, qiyamət gün mənim günahlarımı bağışlayar. Subhanallah. Rabbi, həbli hukmən və əlhəqni bi salihin. Allahım, sən məni hikmət sahibi elə və məni salihlərə qovuşdur. وَجْعَلِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ. Məndən sonra gələnlərdə gözəl ad qoy. وَجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيمِ. Məni Nəim cənnətinin varisindən eylə. وَغْفِرْ لِأَبِي. Atamın günahlarını bağışla. إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ. O zəlalət əhlindəndir. وَلَا تُخْزِنِ يَوْمَ يُبْعَثُونَ. Qiyamət günü məni məyus etmə. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün mal, mülk fayda verməz. Baxın, İllə mən ətəllah bi qalbin səlim. Ancaq sağlam qəlblə gələndən başqa. Sağlam qəlb sahibi fayda içərisindədir. Nə idi sağlam qəlb? Şirkdən, şübhədən uzaq olmaq. Subhanallah. Və uzlifətil cənnəti lil muttəqin. Cənnət kimlərə yaxındır? Allahdan qorxanlara yaxındır. Subhanallah. Və burrizəl cəhimu lil qavin. Allah'a şərik qoşanlar, həddin aşanlar üçün nə yaxındır? Cəhənnəm. Subhanallah. Və onlara belə deyiləcək qiyamət günü. Və qilə ləhum əynə mə kuntum tə'budun. Onlara belə deyiləcək qiyamət günü. Hanısını Allahdan başqa dua etdikləriniz? Hanısını Allahdan başqa ibadət etdikləriniz? Subhanallah. Allah da bunu hər bir Allah'a şərik qoşana bunu deyəcək. Hanı? Məhşərdə hanı onlar? Yoxdur. Çünki hər kəs özünü fikirləşəcək. Heç kimsə fayda verə bilməz Allahdan başqa. Subhanallah. İndiyə qədər övləyə deyidilər. O bir dənəsi var Türkiyədə Mahmud Əfəndi. O kömək istəyidilər, özü öldü. Nə oldu? Özünə fayda verir, öldü. Necə o cəmaata kömək edirlər? Sonra deyirlər ki, bu tasarruf sahibidir, hər şey idarə edir, müridlərə kömək edir. Özünü 10 ildir əldə gəzdirirdilər. Özünə fayda verə bilmirdi. O necə fayda versin insanlara? İndi öləndən sonra da nağıllar qoşurlar uca. Subhanallah. Bax, bidət əhlinin acınacaqlı durumu. Subhanallah. Min dunillah hel yansurunakum ev yantasirun. Hanız onlar bugün sizə yardım edə bilirlərmi? Ev yantasirun. Və onlara kimsə yardım edirmi? Subhanallah. Yox. Fekubkibu fiha hum vel gavun. Onlar və onları azdıranlar hamısı deyir cəhənnəmə hasıl oldu deyir. Subhanallah. Və cunuda iblisə və cunud iblis əcməun. İblisin bütün dəstələri. Qalu və hum fiha yaxtasimun. Onlar orada nə edirlər? Mübahisə edirlər bir-birinə. Kim? Cəhənnəm əhli. Bir-birinə lənət oxuyacaqlar. Bu şirkə dəvət edənlərə arxasında gedən ətbası lənət oxuyacaq. Allahım onu 2 qat əzab ver, o bizi azdırdı. Subhanallah. Bugün şirkə dəvət edənlər, küfrə dəvət edənlər, bugün sevinirlər, yanında 3-5 tane insan var. Ahirətdə lənət oxuyacaqlar sizə. O azdırdığınız insanlar, Allah'a şərik qoşmağa səbəb olduğunuz insanlar. Tallah in kunna lefi dalalin mubin. Deyəcək, biz həqiqətən zəlalət içərisində olduq. İz nusavvikum bi rabbil alamin. Aləmlərin Rəbbinə sizi ortaq qoşurduq, şərik qoşurduq. Və mə adallana illəl mucrimun. Bizi bu günahkarlar azdırdı. Subhanallah.
Fəmə lənə min şəfi'in. Bugün bizim şəfaətçimiz də yox. Və la sadiqin hamim. Dostumuz da, yardımçımız da yox. La ilahe illallah. Fələv ennə lənə kərrətən fənəkunə minəl mu'minin. Əgər dünyaya qaytarılmış olsaydıq, möminlərdən olardıq. Allah'a şərik qoşmazdıq. Subhanallah. Və nə deyir 6 ayənin sonunda? İnnə fī zəlikə lə əyə. Bax, burada da ibrətlər var. Oxuyun, bu ayədən ibrət alın. وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ. Amma insanların çoxu nədir? İman gətirmirlər. Subhanallah. Baxın altı nədir? Nə gözəl açıqladı burada. La ilahe illallah. Yəni onlardan soruş. Allahdan başqa ibadət etdikləriniz bir fayda verir? Yox. Subhanallah. Baxın. Yenə də İbrahim əleyhissalam Allah necə danışırdı? Lütflə. Nə deyirdi onlara? Sizin Allahdan başqa ibadət etdikləriniz la tənfə, fayda vermir. Və la tadur, zərər vermir. Eşitmir, görmür. Bəlkə düşünəsiniz. Subhanallah. Baxın, dəvətdə üslub. La ilahe illallah. Həqiqətən də Allah şərik qoşanda ağıl olar, ağıl olmaz. Cəhalət əhlidir. Allah təala bu qədər göyləri, yerləri yaradıb ki, kainatı yaradıb 7 səmanı. İnsanlar gəlib qəbirdən kömək istəsinlər. La ilahe illallah. Necə də insanlar nədir? Düşünmürlər. Baxın, sonra nə deyir? Həqiqətən də bu ayə, yəni deyildir. Sizin Allahdan başqa ibadət etdikləriniz la təsmə və la tubsiru, eşitmir, görmür, fayda vermir, zərərdən qaldırmır, yaradmır. Təbarəkəl-ləzi nəzzələl furqanə alə abdihi liyəkunə lil'aləminə nəzira. Baxın, Fatih surəsi. Gələk, hər bir tevhid əhli bunu əzbərləsin bu ayələri. Təbarəkəl-ləzi nəzzələl furqanə alə abdihi. Quluna Furqanı, yəni Quran-ı Kərimi indirən uca Allah nə qədər ucadır. Liyəkunə lil'aləminə nəzira. Bu Quran-ı Kərim niyə indirdi? İnsanlara xəbərdarlıq olsun deyə. Əlləzi ləhu mulku səməvəti vəl-ard. Hansı ki göylərin, yerlərin mülkü onundur. Sahibi odur. Subhanallah. Və ləm yəttəxid vələdən. Özünə evlad da götürməyib. Və ləm yəkun ləhu şərikun. Onun şəriki də yoxdur. Yəni bütün bu kainatı yaradanda salih insanlar, imamlar Allahın şəriki idi. Allah'a qoyub onlardan kömək istəyirsiniz. Yox. Heç insan yox idi Allah təala bu boyda əzəmətli milyardlarca kainatı, ulduzları yaradanda. Subhanallah. Və sonra nə deyir? Və xalaqa kullə şeyin fəqaddərəhu təqdirə. Hər bir şey yarattı, təqdir etdi. Və təxəzu min duni əlihə. Amma nə deyir? Allahdan başqalarını ilah götürdülər. Yəni Allahdan başqasını ibadət etdilər. La yaxluquna şeyən və hum yuxlaqun. Hansı ki onlar yarada bilmirlər. Görün altı nə gözəl deyir. Yarada bilmirlər. Və hum yuxlaqun. Onlar özləri yaradılıblar. Yəni yarada bilməyəndən, yaradılandan istənilməz. Bunu yaradandan istəyər. Yəni bu ayəni oxuyub Allah'a şərik qoşan ağıl ola bilər? La ilahe illallah. Sonra bax davam edir. Və la yemlikuna li enfusihim darran və la nef'a. Özlərinə fayda da verə bilmirlər, zərər də verə bilmirlər. Qəbirdə yatan salih insan, Allah ondan razı olsun. Bunu deyəndə, siz salihləri sevmirsiniz, övliyaları sevmirsiniz. Övliya salihi sevmək, ondan kömək istəmək deyil. Subhanallah. Allah'a şərik qoşmaq deyil. Gör, bidət əhli necə cavab verirlər. Siz onları sevmirsiniz. Biz imamları da sevirik, salihləri sevirik, Allahın vəli qullarını sevirik. Amma onları ilahləşdirmirik. Demirik onlar kömək edir bizə. Və onların qəbrini tavaf eləmirik. Onlardan kömək istəmirik. Çünki nəyə görə? Baxın nə deyir? وَلَا يَمْلِكُنْ لِأَنْفُسِهِمْ دَرًّا وَلَا نَفْعًا. Özlərinə zərər də verə bilmirlər, fayda verə bilmirlər. Elə fayda versəydi niyə ölürdü? Niyə xəstələnirdi? Qonşu ölkənin birində bəlkə yarım əsrdir bir dənə pir var imiş, kömək istəyir, şəfa verir. Sonra tapıblar ki, o pirdə yatan insan özü xəstələnib ölür. Cəmaatində yarım əsrdə onun şəfa diliylə özü xəstələnib ölür. Bu özünə kömək elə bilməyib. Necə öləndən sonra cəmaata şəfa versin? Subhana. Və la yemlikuna mautan və la... Ayəni burası laf dəhşətdir. Və la yemlikuna mautan və la hayatan. Və la nushura. Baxın. Öldürən kim? Uca Allah. Onun da sahibi deyilər. Sonra və la hayata. Dirildən kim? Uca Allah. O da onların əlindən gəlmir. Həyatın da sahibi Allah, öldürən də o, dirildəndir. Sonra və la nushura. Qiyamət günü nə zaman qopacağını bilmirlər bunlar. Qiyamət günün qopmağının da sahibi deyirlər. Necə bütün bunların sahibi olmayan zəif insandan qeyb insan kömək istəyər? Allah şərik qoşanda ağıl olar. Düşünün də. Furqan surəsi. Və sonra nə buyurur? Zəlikumullahu rabbukum. Baxsın, Rəbbiniz budur. Altı açıqlayır. Yəni, kimdən kömək istənilməlidir? Bir ağılla düşünün də.
Allahın yaratdığı salih, zəif qullar, hansı ki xəstələnir, ölüb gedir, ondan kömək istəmək layiqdir, yoxsa daimi diri olan mülkün sahibi Allahdan? Əlbəttə ki, Allahdan. Sonra nə deyir? Zəlikum la rabbukum. Baxsın, Rəbbiniz budur. Nədir? Ləhu mülk. Mülkün sahibi o. وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِتْمِيرٍ. Sizin Allahdan başqa istədikləriniz, salihlər, imamlar, qitmir, xurma çəyirdəyinin üzərindəki ağ pərdəni yaratmağa qadir deyirlər. Hansı ki, əllə belə yumşaldırsan, əzirsən, çıxır gedir. Yəni, buna layiq deyirlər bunlar. Subhanallah. La ilahe illallah. İz təd'uhum la yesma'u du'aakum. Baxın, sonra nə deyir? Əgər siz onlardan dua etsəniz, sizi eşitməzlər. Və ləv səmi'u, eşitsələr, məstəcəbu ləkum. Cavab verə bilməzlər. Fərz elə eşitdilər. Cavab verə bilərlər? Yox. Və yevməl qiyaməti yəkfurunə bi şirkikum. Qiyamət günü siz onları Allah'a şərik qoşduğunuz üçün sizi inkar edəcəklər. Subhanallah. Yəni, bu boyda açıqlayandan sonra Allah'a şərik qoşanda ağıl ola bilər, ağıl ola bilməz. Bax, İbrahim əleyhissalam da buna dəvət edirdi. Yəni, ibadətə layiq nədir? Tək Allah. Odur yaradan, odur mülkün sahibi, odur fayda verən, odur zərəri aradan qaldıran, odur duaları eşidən, odur görən. La ilahe illallah. Zəlikə bi ennəllahu vəl-haqq. Haqq olan Allah. Və ennə yuhyil mevtə. Odur ölüləri dirildən. Və ennə alə kulli şeyin qadir. Odur hər şeyə qadir olan. Və ennə sə'ətə ətiyə. Qiyamət günü mütləq gələcək. Lə raybə fiyhə. Orada şək şübhə yoxdur. Və ennə Allah yəb'əth mən fil qubur. Qəbirdə olanları dirildən kim? Uca Allah. Yəni hər şey, mülkün sahibi o. Mülkün sahibi o olaraq necə ola bilər gedib insan Allahın mülkündə olan zəif birisindən yardım diləsin. Subhanallah. Onun ki, İbrahim əleyhissalamın dəvəti nə idi? Bax bu. Yəni, ibadətə yalnız kimdir? Uca Allah Teala. Sonra nə deyir? وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ. Qeybin sahibi kim? Uca Allah. Gələcəklə baş verən kim bilir? Uca Allah. وَاِلَيْهِ يُرْجَعُ الْأَمْرِ. Bütün işlər ona qaydar. Yəni, bütün işləri hökm edən kim? Uca Allah. Subhanallah. فَعْبُدُهُ. O zaman deyir, ona ibadət elə. وَتَوَكَّلْ عَلَيْهِ. Ona arxalan. وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Allah Teala onların etdiyindən qafil deyil, hər şeyi bilir. Hud surəsi. قُلْ لِمَنِ الْأَرْضِ وَمَنْ فِيهَا إِنْ كُنْتُمْ تَعْلَمُونَ. Onlara de ki, bakın, onlara de ki, Subhanallah. قُلْ لِمَنِ الْأَرْضِ. Yer kimindir? Üzerinde olan kimindir? La ilahe illallah. Bakın, eğer bilirsinizse, herkes bilir. Yer küresi kimin? Yaradan kim? Onun üstünde olanların, insan, heyvan, bütün məhlukatın sahibi kim? Uca Allah. Onlar belə deyəcəklər. Seyəqulunə lillah. Deyəcəklər ki, Allah'ın. Qul əfələ təzəkkərun. Bəs niyə düşünmürsünüz? La ilahe illallah. Yəni, hanısını ağlınız? Qul mən Rabbu səməvəti səbə və Rabbul arşil azim. Onlardan soruş. 7 səma, 7 göyün, 7 səmanın və əzəmətli ərşin Rəbbi kim? Deyəcəklər Allah Teala. Qul əfələ təttəqun. De ki, bəs Allah'tan qorxmursunuz. Qul mən biyədihi mələkuti kulli şey. Onlara de ki, hər bir şeyin açarı kimin əlində? Və huvə yuciru. Odur qoruyan. Və la yucar aleyhi. Onun qorunmaya ihtiyacı yoxdur. İn kuntum ta'lamun. Eğer bilirsinizsə, seyəqulunu lillah. Deyəcəklər ki, Allah. Qul fə ənnə tusharun. Bəs nəyə görə Allah'tan üz döndərirsiniz? La ilahe illallah. Baxın, altta nə gözə açıqlayır bütün bunları. Onun ki, İbrahim Aleyhisselam nə dedi onlara? Sizin Allah'tan başqa ibadət etdikləriniz eşitmir, görmür, fayda vermir. Deməli, ibadətə layiq deyil. La ilahe. Baxın, İbrahim Aleyhisselamın nədir? Dəvəti. Bax, bu çox mühümdür. Hər bir insan dəvətdə bu üslubdan istifadə etməlidir. Həmçinin sonra nə dedi qövmünə? Dedi ki, duanızı qəbul edən kim? Uca Allah. Sizin Allah'tan bax istədikləriniz, o bütlər qəbul edə bilmirlər duanı. Niyə onlardan istəyirsiniz ki? La ilahe illallah. Allah'tan istədi. Həmçinin nə dedi qövmünə? Və İbrahim izqali qavmihi. İbrahim qövmünə belə deyir. U'budullaha vettaqu. Allah ibadət eləyin. Ondan qorxun. Zəlikum xeyrun lakum. Bu sizin üçün xeyirlidir. İn kuntum ta'lamun. Anlayırsınızsa, dərk edirsinizsə. İnnəmə tə'budun min duni ilə əvthənən. Allah'tan başqa ibadət etdikləriniz bütlərdir.
və təxluquna ifkən. Allah iftira atırsınız ki, güya bunlar yardım eləyir deyə. İnnellezîne ta'budûne min dûnillah la yemlikûne lekum rizqa. Sizin Allah'tan başqa istədikləriniz ruzi verə bilmir. Ruzun sahibi kim? Uca Allah. Fəbtəğu indallahi rizq. Ruzunu Allah'tan diləyin. Va'buduhu. Ona ibadət edin. Veşkuru leh. Ona şükür eləyin. İleyhi turcaun. Ona qayıdacaqsınız. Ənkabut surəsi. Baxın İbrahim Aleyhisselamın duası. Bunu İbrahim Aleyhisselamın dəvətini öyrədən kim? Uca Allah Teala. Ne deyir? Və tilkə hüccətuna. İbrahim Aleyhisselamı öyrətdiyimiz dəlil, sübut, hüccət. Ona görə də mümin dəvətdə bunlardan istifadə etməlidir. Bəzi insan oxumurlar. Əgər deyir, ruzi, həyat, ölüm Allahın əlindədirsə, deməli odur. İbadətə layiq. Allahu-ləzi xalaqakum thumma razaqakum. Uca Allah ki sizi yarattı, sonra ruzu verdi. Thumma yumitukum, sonra sizi öldürəcək. Thumma yuhyikum, sonra sizi dirildəcək. Baxın, həl min şurakaikum men yef'alu min zalikum min şey. Sizin Allah'tan başqa şərik qoşduqlarınız bunları eləyə bilirlər. Baxın ayəyə, incəliyə baxın. Rəbbimiz gör İbrahim Aleyhisselama nəyi öyrədir? Həl min şurakaikum. Hansı o şərikləriniz ki və Allah'a şərik qoşursunuz? Men yef'alu min zalikum. Yəni bunları eləyə bilirlər, ruzu verə bilir, öldürə bilir, dirildə bilir. Əlbəttə ki yox. Subhanahu və Teala amma yüşrikun. Müşriklərin şirkindən uca Allah uzaqdır, ucadır. Rum surəsi. La ilahe. Həmçinədir, sizin Allah'tan başqa kömək istədikləriniz la aqlə ləhum. Onların ağlı yoxdur, düşünə bilmirlər. Necə ola bilər ki, ağlı olmayandan istəyirsiniz? İnsan öləndən sonra ağlı qalır? Yox. İnsan dünyadan köçdü, bitdi. Allah dərgahındadır. Necə ondan kömək istəyirsiniz? Subhanallah. Baxın, gör, Allah Teala nə gözəl izah. Həmçinin baxın, Allah'tan başqa deyir ki, Allah'tan başqasına istəyənlər nə adlandırır? Əz-zulüm. Zulüm, cəhalət və anlamamaq. Baxın, Allah da Quran-Kərim buyurur. Qul elhamdülillah. De ki, Allah həmd olsun. Və sələmun alə ibadihillezine safa. Allahın seçdiyi qullarına Allahın salamı olsun. Sonra Allahu xayrun əmmə yüşrikun. Allah xeyirlidir. Yoxsa sizin Allah'tan başqa şərik qoşullarınız. Yəni sizə xeyri kim verir? Uca Allah. Əmmən xaləqəs səməvəti vəl-arda. Göyləri, yerləri yadan kim? Və ənzərləkum minəs-səməi məə. Səmadan yağış endirən kim? Fəənbətnə bi hədaiqə zətə bəhcə. Sizə müxtəlif bağçalar, güllər, çiçəklər, meyvələr yetişdirdiydi. Mə kənə ləkum əntum bitu şəcərəhə. Əgər Allah Teala sizi bunları etməsəydi, edə bilməzdiniz. Əiləhum mə'allah. Allahla başqa ilah mı var? Bəlhum qavmun ya'dilun. Onlar nə deyir? Haqdan üz döndərənlərdir. Allah'a şərik qoşanlar. Subhanallah. Sonra nə deyir? Əmmən cəaləl arda qarara. Yer üzərini döşəyən kim? Və cəalə xilələhə ənhara. Orada çaylar axıdan kim? Və cəaləhə rəvasiyə. Orada uca dağlar dikən kim? Və cəalə beynəl bəhreyni həcizə. İki dəniz arasında sədd çəkən kim? Hansı ki bir-birinə qarışmır. Əiləhum mə'allah. Allahla başqa bərabər ilah mı var? Yəni gedib Allahdan başqa qəbirdən, daşdan, ağacdan istəyirsiniz. Bəl əksəruhum la ya'lamun. Amma çoxları bunu bilmirlər. Əmmən yücibul muttar. Sıxıntıda, darda olan duasını qəbul edən. İzə də'ə və yəkşifus su. Ondan bəlanı uzaqlaşdıran. Və yəcəlikum xulafəl ard. Yer üzərində sizi bərqərar edən kim? Əiləhu mə'allah. Allahla başqa ilah mı var? Qalilən mə təzəkkərun. Çox az düşünürsünüz. Baxın, Allah nə adlandırdı? Allahdan başqasına ibadət edən zülüm, cəhalət, az düşünmə, şirk əhli. Və sonra deyir ki, dəlil gətirin, yaxşı. Bütün bunları edən kim? Uca Allah Teala. Və sonra nə deyir? Əmmən yəhdikum fi zulmətil bərrə vəl-bəhr. Gecənin, gündüzün o uçsuz bucaqsız yollarda, dənizlərdə sizə doğru yolu göstərən kim? Və mən yursil riyahə buşran beyni yedey rəhməti. Rəhmət o yağışları, o buludları göndərən kim? İlahü mə'allah. Allahla bərabər ilah mı var? Teala Allah amma yüşrikun. Sizin Allah şərik qoşduqlarınızdan uca Allah uzaqdır. Əmmən yəbdəlu xalq. İlk insanı yaradan kim? La ilahe illallah. Sonra nə deyir? Thumma yu'idu. Yəni öldürəcək, sonra dirildəcək. Və mən yarzuqukum minəs-səmai vəl-ard. Səmadan və yerdən sizə ruzu verən kim? İlahu mə'allah. Allahla başqa ilah mı var?
Hansı ki Allahdan başqasına istəyirsiniz, Allahın əlində, gücündə olanları. Və sonra nə deyir? Baxın. Qul hatu burhanakum in kuntum sadiqin. Əgər sadiqsinizsə dəlil gətirin. Bütün bunları sadalayandan sonra nədir? Deyirsə Allahdan başqa ilah var, Allahdan başqa kömək istəyir. Hanısının dəliliniz? Axı bütün burada sadalananları edən Allahdır. La ilahe illallah. Onun Quranı yaxşı oxuyan insan Allah'a şərik qoşmaz. Quranı yaxşı oxuyan insan Allah'a şərik qoşursa ağlı yoxdur. Yəni bu boyda Allah sana indi Nəml surəsi açıqlayır. Baxın, subhanallah. Baxın, sonra nə olacaq bəs? Allah hamısını bunlar kimi öyrətmişdi? İbrahim əleyhissalama. Baxın, sonra deyir ki, həqiqətən Allahdan başqasına dua edənlər, ibadət edən onların ağlı yoxdur. Çünki bu dünyada ibadət etdikləri fayda vermir, zərər verə bilmir. Ahirətdə də fayda verə bilməyəcəklər. Baxın, burada əsas nədir? Bu dünyada fayda verə bilmir. Ahirətdə də fayda verə bilmirsə, sizin Allahdan başqa istədikən, axı niyə ondan kömək istəyirsiniz? Əsas ahirət deyilmi? Ahirət kimin əlində? Uca Allahın. Ahirətdə də fayda verə bilmirsə, sizin bu kömək istədiyiniz pirlər, qəbirlər, daşlar, ağaclar, salih insanlar olsun. Ahirətin sahibi kim? Uca Allah. Bəs niyə Allah'a şərik qoşursun? Baxın, bunu Rəbbimiz Qəsas surəsində nə gözəl açıqlayır. Və yevmə yunədihim. Qiyamət günü onlara belə çağıracaqlar. Kimi Allah'a şərik qoşanlara? Əynə şurakəiyyəl-ləzīnə kuntum təz'umun. Sizin zənn etdiyiniz, yəni Allah'a şərik qoşduğunuz və buna inandığınız hanı o şərikləriniz? Yoxdur. Hər kəs öz dərdində. Yoxsa o sufi təriqətlərində kimi övliya təriqətin şeyxi güya qiyamət gün gələcəklər, o Mahmud Əfəndi var, öldü getdi 2 gün əvvəl. Qiyamət gün gələcək, cahan sənin müridləri, deyir, hamısının ruhunu butulqaya yığmışam. Qiyamət sənin babanın mülküdür, butulqaya yığırsan kimsə ruhunu. Batil əqidəyə baxın. Və sonra qərar çıxartdılar. Rabitə nədir? Bunu otururlar qabağında, düşünürlər, onu canlandırır, Allaha yaxınlaşır. Eyni xristiyanlıq. Məryəm, İsa, müqəddəs ruh. Eyni şeydir. İndi qərar çıxartdılar. Ki, bu övliyaların övliyası öldü, getdi. Bundan sonra həmişə rabitə daha artıq yeni təriqət lideri olmayacaq. Qiyamət gününə qədər rabitə kimlə olacaq? Ölən o Mahmud Əfəndi ilə. Öldü, getdi, onlar Allaha yaxınlaşırlar. Canlandırır beynində, ki, ondan Allaha yaxınlaşdırır. Bu nə əqidədir bu? Bütpərəstlik. Hinduslar, minduslar, yoga, moga, onlardan çıxan şeydir. İslam adı ilə cəmaatın eynirlər, sırıyıblar. Yəni, qiyamət günü Allah sizi xilas edəcək, Mahmud Əfəndi və ya filan əfəndi, filan təriqət, o qədər təriqətlər var ki. Bir dənə təriqətlər var ki, başım tezə şey çıxardıblar. İpi bağlayırlar ortadan, o şeyxləri ortada durur, hamısını ipindən tutur, hərəsi ipi çəkir, tövbə edirlər. Qovus aramızdadır, bundan Allahım sənə yaxınlaşıb. İpdən, estağfurullah. İplə zadla, nə kəndirlə, iplə, alpinistlər, nədirlə, başa düşmək olmur. Dini oyuncağa çeviriblər. Baxın, deyir, hanı sizin Allahdan şərik qoşduqlarınız? Hanı? Yoxdur. La ilahe illallah. Yəni, vaxtaranəl va'dul haqq. Baxın, qiyamət günü o haqq gələndə, yəni qiyamət qopanda nə olacaq? Hanı sizin o Allahdan baş şərik qoşduqlarını fəidə hiyə şəxicətən absarul-ləzinə kəfəru. O Allaha küfr edənlər, şərik qoşanlar gözləri bərəli baxacaqlar. Hamısı bir meydana getməlidir hesaba. Nə deyəcəklər? Ya vaylənə, vayl olsun bizə. Qad kunnə fi qaflət min hədə. Bundan əvvəl qəflətdəydi. Bugün dirildi. Bəl kunnə zalimin. Zülm əhliydik biz. Və nə deyək Allah? İnnəkum və mə tə'budunə min dunillə. Hasabu cəhənnəm. Siz və sizin Allahdan başqa ibadət etdikləriniz cəhənnəmə atılsın. Əntum ləhə varidun. La ilahe illallah. Yəni o Allahdan başqa necə insan gəlir ibadət eləyər? Kimlər atılacaq Allahdan başqa? İnsanları dünyadakı ibadətə çağıranlar. Amma elə salih insanlar var ki, onlar deməyib ki, mən öləndən sonra gəl mənim qəbrindən kömək etsin. İnsanlar uydurublar. Onun günahı yoxdur. Burada kimlər atılacaq? O batil yola dəvət ediblər insanları. Övliya qeybi bil. Öləndən sonra indi onun özünə ibadət edirlər. Ona görə onlar və ona ibadət edən hamısının atın nədir? Cəhənnəmə. Subhanallah. Və sonra nə deyəcəklər? Ləv kənə həulə əlihə mə varaduhə. Allahdan başqa kömək istədikləriniz əgər ilah olsaydı, niyə sizin sonunuz cəhənnəmə getdi?
Hanısı ilahlarınız? Niyə sizi cəhənnəmdən qorumadı? Ayəyə baxın, subhanallah. Və kullun fiyhə xalidun. Əbədi qalacaqlar hamısı orada. Ləhum fiyhə zəfirun. Və hum fiyhə la yəsməun. Zəfirun, yəni cəhənnəmin uğultusu var. Və hum fiyhə la yəsməun. Yəni onların səsini heç kimsə eşitməz, heç kimsə onlara yardım etməz. Ənbiya surəsi, subhanallah. Baxın, Allahdan başqa şərik qoşanların sonu nədir? Pis aqibəti. Həmçinin nədir? Əlbəttə ki, Allahdan başqasından ibadət edənlər qiyamət günü cəhənnəmdə etiraf edəcəklər. Etiraf edəcəklər ki, bizim ağlımız yox idi. Ağlımız olsaydı, bu günə qalmazdı. Altı harada buyurur? Əl-Mülk surəsində. وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ cəhənnəm. Allah küfr edənləri əzab gözləyir. Küfr yəni şərik qoşanlar birinci dərəcədə. وَبِئْسَ الْمَصِيرُ Onların düşəcəyi yer nə pisdir. Sonra اِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ Ora atıldıqları zaman cəhənnəmin uğultulu səsini eşidəcəklər. Sonra تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ Cəhənnəm qəzəbindən az qala parçalansın. Yəni kafirlər istəyir. Yandırsın ateşlə. Kulləmə ulqiyə fiyhə fəvcun səələhum xəzənutuhə Hər dəstə onlara atılanda cəhənnəmin xəznədarı, mələk soruşacaq. Ələm yətikum nəzir Məyər siz Allahdan qorxuzan, xəbərdar edən elçi gəlməmişdimi? Qalu bələ, bəli gəlmişdi. Qad cəənə nəzirun Gəlmişdi, fəkəzzəbnə Biz onu yalancı saydıq. Və qulnə mə nəzzəlallah min şey Dedi ki, Allah da belə bir şey indirməyib. Dedi ki, müşriklər deyirlər, Allah şərik qoşanlar. İn əntum illə fi dalalin kəbir. Nə dedilər peyğəmbərlərə? Siz zəlalət içərisindəsiniz. Qalu ləv kunnə nəsmə'u əv nəqil. Əgər eşitsəydi, əgər ağıl sahibi olsaydı, mə kunnə fi əshabi sə'ir. Cəhənnəm əhli olmazdıq. Fə'tərafu bi zənbihim. Etiraf etdilər günahlarını. Fəsuhqan li əshabi sə'ir. Suhqan, yəni cəhənnəm olsun o cəhənnəm sahiblərinə. Atılsınlar cəhənnəmdə, əbədi qalır. Lənət olsun o cəhənnəm əhlinə. Subhanallah. O gördün nə oldu? Sonu. Ona görə nədir? Allah İbrahim Əleyhisselama verdiyi nədir? Dəlillər, şübhələr, şübhələrinə qarşı bütün cavablar və ancaq onun qövmünə dedi? Ancaq kör-körana təqlid. Nə idi dəlilləri? Ata-babalarımızdan belə görmüşük. Subhanallah. Haqqı qəbul etməyənlərin ən böyük nədir? Ata-babalarımızdan belə görmüşük. Ümumiyyətlə, insanların şirkə düşməsinin səbəblərindən birisi nədir? Ata-babaların təqlidi. Ata-babalarımızdan belə görmüşük. Dəlil onu maraqlandırmır. Və yaxud da ki, qəbri tavaf eləyir. Ata-babalardan belə görmüşük. Gedirlər, misal üçün, bir salih insan öləndə üzərinə məscid tikirlər. İbadətxanaya çevrilir. Ata-babadan belə görmüşük. Böyüklərdən belə görmüşük. Allahın dinində bidət uydururlar. Böyüklərdən belə görmüşük. Və qiyamət günü olacaq, o kör-körana təqlid edənlər fayda verməyəcək peşmançılıqları. Subhanallah. Və deyir Allah Quran-ı Kərimdə وَلَوْ يَرَ الَّذ۪ينَ ظَلَمُوا اِذْ يَرَبْنَ الْعَذَابَ O gün deyir, o zalimlar, Allah şərik qoşanlar birinci dərəcə اِذْ يَرَبْنَ الْعَذَابَ Əzabı gördükləri zaman اَنَّ الْقُوَّةِ لِلَّهِ جَمِيعًا Həqiqətən güc, qüdrət sahibi yalnız Allah idi. وَاَنَّ اللّٰهَ شَدِيدُ الْعَذَابِ Allahın əzabı şiddətlidir. اِذْ تَبَرَّأَ الَّذ۪ينَ اتُّبِعُوا مِنَ الَّذ۪ينَ اتَّبَعُوا Qiyamət günü tabi olduqlarını inkar edəcəklər. Kör-körana təqlid ediblər. Bu müştəhiddir, mən onun yolundan gedirəm. Bu filandır, mən onun yolundan gedirəm. Dəlilsiz, subusu. Orada çıxın, nağıl danışır. Məlik Məmməd nağılı. Biri var idi, biri yox idi. Mən belə düşünürəm. Azdırır cəmaatı. Quran yox, hədis yox. Subhanallah. Qiyamət günü inkar edəcəklər. وَرَوُ الْعَذَابِ Əzabı görənlər. وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابِ Bütün o yaxınlıqlar, dostluqlar, qohumluqlar bitdi hamısı. وَقَالَ الَّذ۪ينَ اتَّبَعُوا O tabi olanlar, kör-körana təqlid edənlər. لَوْ أَنَّ لَنَا كَرَّةً Biz yenidən qayıtsaydı o dünyaya. فَنَتَبَرَّ مِنْهُمْ Onlardan da biz uzaq olardı. Yəni onlar hansı bizi qəbul etmədilər. Axı mən sənə ibadət, sənə tabi olmuşdum, deyərdə olmayardın. Bizi qaytarsaydı, biz də sizdən uzaq durardıq. Amma nədir? Gecdir. Subhanallah. Kəzəlikə yurihumullah a'malan hasaratin aleyhim. Allah qiyamət etdiyi əməlləri onlara göstərəcək, amma həsrət çəkəcəklər, peşmançılıq. O məhum bi xaricin minən-nar. Onlar cəhənnəm əzabından xilas ola bilməyəcəklər. Baxın, kör-körana
Təqlid edənlərin sonu da nədir? Budur. Ancaq nədir? Peşmançılıq. Əlbəttə cahil insanlar, Allah günahlarını bağışlasın, cahillik cəhalətindən gedir. Amma bilə-bilə təqlid edənlər, haqçacaq təqlid edənlər, onlara nədir? Heç bir nədir? Faydası yoxdur. Həmçinin İbrahim əleyhissalamın bir qısa hadisəsində götürür. Çünki İbrahim əleyhissalamın həyatı, vaxtımız var hələ. İbrahim əleyhissalamın həyatı həqiqətən də çox nədir? Uzundur. Onlardan birisi nədir? İbrahim əleyhissalam demişdi onlara ki, sizin Allahdan başqa ibadət edilən nədir? Ağılları yoxdur bunların. Eşitmir, görmür. Necə siz bunlara ibadət edirsiniz? Ondan sonra nədir? Onlarla lütflə danışdı, yumşaq danışdı. Gördü ki, nədir? Fayda vermir. Üslubu dəyişdirir. Bəlkə dərk edərlər. Onlarla biraz sərt danışır. Deyir ki, zəhalət əhlisiniz. Və sonra qərar verir ki, bütləri sındırsın. Fayda vermir. Deyir ki, ağlı yoxdur bunu. Görmür, eşitmir. Niyə buna ibadət edirsiniz? Zamanımızdakı kimi. Övliya kömək olur. İmam kömək olur. Nə bilim? Estağfurullah. O bəzi sufi tərəqətlərində. Şeyxin kəraməti. O xilas edəcək mənə qiyamət. Özünü xilas edə bilməyəcək qiyamət günü. Sonra neynədir? Üslubu dəyişdirir. Bəlkə anlayarlar. Altı buyurur ki, İbrahimə də bunu öyrədən kim idi? Əlbəttə ki, Uca Allah Teala. İbrahim əleyhissalam başqa bir üsluba keçir. Üslub nə idi? Onlara qarşı açıq-aşkar deyir ki, bu küfürdür, bu şirkdir, bu Allahdan başqasından kömək istəyir, bunlar fayda verə bilmir. Subhanallah. Üslubu nə idi? İbrahim əleyhissalam dəyişir. Nə idi üslubu? Deyir ki, onların bütlərini sındıracam. Sındıracam ki, onların nə qədər zəif, aciz olduğunu görsünlər. Subhanallah. Görsünlər ki, bunlar özləri acizdir. Heç bir şeye sahibi değiller. Subhanallah. Hansı ki İbrahim Aleyhisselam onlara bütün bunlara hamısını demişti. Qâle bel rabbukum rabbus semâvâti vel ard. Rabbukum Rabb, sizin Rabbiniz ve semaların, yerlerin Rabbi. Fatarahun, onları yaradan o. Ve ene alâ zâlikum mine şahid. Yani bütün her şey İbrahim Aleyhisselam onlara başa salır. Bununla beraber nedir? Elbette ki kabul etmirlər. Hatta sonra buyurur diğer ayeler Allah Teala endirir. Göyləri, yerləri yaradan kim, hər şeyin sahibi kim? Nədir? Qəbul etmirlər. İbrahim isə and içir ki, onların bütlərini dağılacaq. Və görsünlər ki, bu bütlər nədir? İbadətə layiqdir. Və tallahi and içir, əkidənnə asnamakum. Yəni, elə bir şey hilə quracam ki, deyir. Bə'də ən tuvallu mudbirin. Onlar deyir, gedəndə. Çünki onların hər il toplanan bir məclisi var. İldə bir də toplanırdılar. İbrahim Aleyhisselam atası kimdən? Azərlə. Atası deyir ki, gəl bizimlə. Orada nə edirlər? Elə bir ki, toplantı yığışırlar, nə bilim, yeyirlər, içirlər, keyif məclisi, Allahdan başqasına ibadət edirlər. Yəni, toplanan, ildə bir dəfə toplanan bir şeylər var. Deyir ki, gəl bizimlə, deyir ki, inni səqim, mən xəstəyəm, gəlmirəm. Nəyə görə? İstəyir ki, onlara göstərsin. Fanazara, yəni, bu İbrahim nə idi? Üslubu idi. Onlar gedəndən sonra فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ. Hamısını tikə-tikə doğrayır. Ancaq böylərindən başqa. Baltanı da asır onun boynundan. Deyir, bu dağdır, mənə xəbərim yoxdur. Subhanallah. Qaydandan sonra görürlər ki, قَالُوا مَنْ فَعَلَ هَذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ. Görürlər ki, bütləri paramparça tikə-tikə yerdə. Daşdan düzəldiblər. Bizdə var o bir dənəsi daşın içindən keçirlər belə. Kök adam keçə bilmir. Cəmaat ələ salır. Ateistlər də ələ salır. Deyirlər, budur din. Daşdan kömək istəyir. Daşın içindən keçdinsə, vəziyyətin yaxşı. Keçmədinsə, vəziyyətin yaxşı deyil. O daşı qoyub, inanın, ateistlər deyilsə ələ salırlar. Çünki əslində İslam deyil o. Amma İslam kimi qələbə verirlər. Hətta birisinin axşamdan yazıb ki, biraz sağa götürsəydi, keçərdi. Biabıçılıq. Sonra fil düzəldirlər, dəvə. Pirdir, fildir, dəvədir, bilməm nədir. Hə? Dəvə pir, özü deyir, yaxşı da remont eləmiş idi, belə Evro remont. Gəlin keçin altından. Hə, özləri düzəldirlər, bunu sonra deyir, şəfa verir bu. Araq adam dəvənin altından keçir, köklər keçir bilmir. Vay köklərin alına, bu akil kimlərin, bizi kimlərin. Nə deyir sonra? Qalu mən fəalə hədə bi əlihətən. Bunları bizim ilahlarımıza kim eləyib? Kim eləyibsə zalimlardandır. Subhanallah. Yəni, həqiqətən bu nəyə dəlildir? Ağılları yenə yoxdur. Görürlər ki, bu ilahların, ibadət ilahları
paramparça olub. Deyirlər ki, bunu kim eləyib ona? Kim eləyibsə, həqiqətən zalimlardandır. Qalu sami'na fatan yezkuruhum yuqala İbrahim. Deyirlər ki, biz eşitmişik bir nəfər var İbrahim. Onun işi ola bilər. Şimdi İbrahim eləsən kim ola bilər? İbrahim deyir ki, bunlar ağlı yoxdur, ibadət eləməyin, səcdə eləməyin. Subhanallah. Nəyə görə? Hər zaman onların eyiblərini danışırdı ki, bu eşitmir, görmür. Onda deyir, bunu İbrahim eləyir. Başqa o. Bizim ilahlarımızda deyir, bizə kim deyir ki, bu eşitmir, görmür, niyə bundan ibadət edirsiniz? Yəni, kim? İbrahim əleyhissalam. Bütün bu eyiblərini açan o idi. Subhanallah. Baxın. İbrahim əleyhissalamı çağırırlar bütün insanların önündə. Hər nəfər toplayırlar. Ondan eşitsinlər. Niyə görə? Ondan qisas alsınlar. Başqalarına ibrət olsun. Ki bizim bütlərimizi qarşı belə eləməyib. Qalu fə'tu bihi alə a'yunin nasi la'allahum yashhadun. Onu insanların önündə gətirin. Hər kəs toplayırlar. Qalu a'anta fa'alta hada bi alihatina ya İbrahim? De İbrahim, sən etmisən bunu bizim ilahlarımıza qarşı? Qala bel fa'alahu kebiruhum hada fas'aluhum in kanu yantiqun. Balta böyünün boynunda daxı. Balaca bütlərin hamısını qırıb, deyib bu böyük elib deyir. Əgər danışırsa soruşun. Subhanallah. İbrahim Aleyhisselam altı öyrətmişmi? Hiccə. Danışırsa soruşun ondan. Baxın. Fərəcəu ilə ənfusihim. Öz nəfslərinə qayıtdılar. Bunu kim bizə xəbər verir? Uca Allah Taala. Təkəbbürlənən deməsələr belə. Fəqalu. Belə dedilər. İnnekum entumuz zalimun. Həqiqətən siz zalimsiniz. Thumma nukisu ala ruusihim. Sonra nə etdilər? Başdan aşağı saldılar, döndülər. Subhanallah. Birinci etiraf edirlər. Nə dedilər? Başdan aşağı salıb. Laqad alimta ma haula yantiqun. Sən axı bilirsən bunlar danışmır. Kimə deyirlər? İbrahim əleyhissalam. La ilahe illallah. Biyabır oldular. Başdan aşağı saldılar. İbrahim əleyhissalam nə etdi? Hüccət qaldırdı. Və insanların önündə İbrahim əleyhissalam etiraf etdirəcəklər. Özləri etiraf etdilər ki, həqiqətən də bunlar daşdı, quru bir şeydir, danışmır, fayda vermir. Və nə deyir İbrahim əleyhissalam onlara? Qal ətə'budun əfətə'budun min dunillahi ma la yanfa'ukum şey'an və la yadurrukum. Allahdan başqa sizə nə zərər, nə də fayda verən bir ilahlara mı ibadət edirsiniz? Uffin lakum, uff olsun sizə. Və limə tə'budun min dunillah. Allahdan başqa ibadət etdiklərinizə də əfələ təqilun. Ağıl sahibi deyilsiniz, düşünmürsünüz. Subhanallah. İbrahim Əleyhisselam nə deyir? Onlar hamısını pərt elədi. Harada? Bütün insanların önündə. La ilahe illallah. Çünki əlbəttə ki, Allahdan başqasına ibadət eləyəndə ağıl olmaz. Necə Allahdan başqa daşa, ağaca, nə bilim, daşın içindən keçir, günahını bağışlasın. Dəvə piri altından keçir. Bir altdan keçir, bir üstündən. Ya bu daşdır. Sonra danışdırırlar. Sosial şəbəkə görmüşəm. Bir yaxşı remont eləmişik. Bunu özünüz remont edirsiniz. Bu necə cəmaata fayda verir. Özləri yaxşı remont edirlər. Şpaklyov qazandı. Belə deyir ki, gəlin indi bunun altından keçin, günahlarınız bağışlayın. Özləri düzəldiblər, özləri. La ilahe illallah. Ağıl biraz düşünsə, insan həqiqətən bilər. La ilahe illallah. Baxın nədir? Hər zaman nədir? Batil əhlinin bir üslubu var. Dəlil sübut olmayanda, haqqa qayıda bilməyən nə edirlər? İntiqam alaq. Cavab verə bilmir. İntiqam. Ya iftira, ya vurmaq, ya öldürmək, ya da nə etmək? Təhdid eləmək. Bütün bunlar hamısı zəiflərin dəlilidir. Söymək, təhqir, təhdid, vurmaq, öldürmək. Çünki haqq qabağında dayana bilmir. Ona görə batil əhlinə baxın, hətta zamanımızda hizbilərinə baxın, dəlil gətirə bilənlər səhər axşam iftira atırlar. Niyə? Dəlilləri yoxdur. Bütün batil əhli budur. Dəlil gətirə bilmir, nə edir? İftira atır. 1000 dənə adlar qoşur. Həmçinin Firon da belə olmuşdu. Ondan sonra Nuh Aleyhisselamın qövmü də, Lut Aleyhisselamın qövmü də. Subhanallah. Ne dedi İbrahim Aleyhisselam? Cevapları ne oldu? فَمَا كَانَ cevabı قَوْمِهِ اِلَّا اَنْ قَالُوا اُخْتُلُوا اَوْ حَرِّقُوا. Neydi cevabı ancak? Ya öldürün ya da yandırın. Çünkü biyabır oldular. La ilahe illallah. قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَاَلْقُوا فِي الْجَحِيمِ. Onun için böyle bir tongal kalayın. Sonra onu ateşe atın.
Qalu harriquhu, yandırın onu. Vansuru alihatakum, ilahlarınıza yardım eləyin. Bu ilahlarınıza özünüzə yardım eləyirsiniz. Bu öz-özünə yardım eləyə bilmədi. İbrahim baltasını özünü qoruya bilmədi. Necə olur biz indi bu ilaha yardım eləyək? Olmuş da ki bir de hansısa o bütə ibadət eləyənlər sel basıb hər yeri bütü çiynində aparır. Öz ilahını çiynində aparır. İlah çiynində daşınar. Allah çiynində daşınar. La ilahe illallah. Həmçində olmuş da o bəzi şirk qoşanlarda olur. Pirmir deyir. Sel gəlib apardı. Da pir gedir ki, pir sel apardı. Bu seldən özünü qoruya bilmir bu pir. Necə olur cəmaatı kömək eləsin? La ilahe illallah. Nədir? Cavabı nə oldu? Harriquhu vansuru alihatakum in kuntum fa'ilin. Yardım eləyin. Nə qərar çıxır? Yandırmaqla edam eləmək. Hər yerdən nə edirlər? Tonqal toplayırlar. Hətta deyir ki, bir qadın xəstələnəndə nə nəzər edə bilirsən? Şəfa tapsam, mən də İbrahimi yandırmaq üçün odun toplayacağam. Nəzirə bax. Batil əhlidir. Böyük bir dənə atəş qalıyırlar. Yandırırlar. Elə bir atəş ki, yaxınlaşa bilmirlər, üzərindən quş uça bilmir. Bir rivayətdə gəlir ki, 7 gün odun toplayırlar. Məncəniklə uzaqdan atırlar İbrahimi. İbrahim isə nədir? Həsbunallah və ni'məl vəkil. Allah bizə kifayətdir, ən gözəl arxalandığımız odur. İbn Abbas deyir ki, İbrahim əleyhissalam atəşə atılandı dedi və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyəndə ki, bütün düşmənlər üzərinizə toplanır. Əl-İmran surəsində İnnən-nəs qad cəm'u lekum fəxşəvhum, bütün insanlar, bütün Qureyş, bütün kafirlər toplanıb fəzədəhum iman. Əksinə Rasulullah və sahabə iman artdı. Nə dedilər? Həsbunallah və ni'məl vəkil. Allah bizə kifayətdir, ən gözəl arxalandığımız odur. Fənqalabu bi ni'mətin minallah. Allah təala onları nə etdi? Qorudu. Öz nemətini verdi. Və fadlin ləm yemsəshum su, onlara bir zərər toxunmadı. Vəttəbə'u ridvanallah. Çünki onlar Allahın razılığına boyun əydilər. Vallahu zu fadlin azim. Allah əzəmətli fəzlə sahibidir. Kim məğlub oldu? Müşriklər. Bax ona görədir, İbrahim əleyhissalam tək nə eləmişdi? Allaha təvəkkül etmişdi. Və mən yetəvəkkəl alallah fəhvə həsbu. Kim Allaha təvəkkül edirsə, Allah ona kifayətdir. Əleysə Allah bi kəfin abdə. Allah quluna kifayət deyilmi? Allah buyurur Qurani-Kərimdə. Ona görə İbrahim əleyhissalam Rəbbinə təvəkkül edəndə bildi ki, Allahdan başqa heç kimsə yardım edə bilməz. Allah onu neynədi? Əzəmətli bir sıxıntıdan qurtardı. Qulnə yənər. Dedi ki, ey atəş, kuni bərdən və sələmə. İbrahim əleyhissalam üçün soyuq ol, həmçin salamat ol. Subhanallah. İstədilər ki, ilahlarına yardım etsinlər, əslində məyus oldular. İstədilər ki, İbrahim əleyhissalam məğlub etsinlər, özləri məğlub oldular. Və raduhu bi keydən. Ona hilə qurdular, amma özləri ziyana uğradılar. Fəradu bi keydən fəcəalnəm əsfəlin. Onlar zəlil oldular. La ilahe illallah. Baxın, batilin sonu dünyada məğlub olmaqdır. Ahirətdə isə nədir? Əbədi cəhənnəmdir. Subhanallah. İbrahim əleyhissalam atəşdən çıxdı və heç bir şey də yanmamışdı. Hətta orada ibadət edirdi, namaz qılırdı külün içərisində. Bir dənə əlini bağladıqları, ayağı bağladıqları nədir? Kəndirlər yanmışdı. Subhanallah. La ilahe. Çünki Allah təala nədir? Hər şeyə qadirdir. Ona görə mömin hər zaman nə etməlidir? Rəbbinə təvəkkül etməlidir. Həmçinin buradan çıxan böyük bir faydalar nədir? Batil əhli hər zaman zəifdir. Dəlil haqq önündə zəifdir. Onların dəlilləri yoxdur. İbrahim əleyhissalam hadisəsində ortaya çıxdı. Haqq sahibi tək də olsa haqdan yapışmalıdır. Allah ona yardım edəcək və Allahdan başqa ibadət etdikləri fayda da verə bilməz, zərər də verə bilməz, yardım da edə bilməz, görmür, eşitmir, danışmır, yaratmır. Ona görə nədir? Ancaq mömin Rəbbinə təvəkkül etməlidir. Allaha ibadət etməlidir. Allahdan başqa qəbirdən, daşdan, ağacdan nədir? İstəmək olmaz. Baxın, İbrahim əleyhissalamın çıxan bu hadisəsindən ona qarşı hilə qurdular. Amma Allah təala onların bütün hilələrini dəf elədi. İbrahim əleyhissalam qiyamət gününə qədər xatırlanır. Əbul Bəşər, hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Meyracda onu 7-ci səmada gördü. Görün, hansı şərəflərə, hansı dərəcələrə İbrahim əleyhissalam neynədi? Nail oldu. Ona görə də mömin hər zaman haqdan yapışmalıdır. İnşallah başqa söhbətlərimizdə ikinci qismə toxunacaq. İbrahim əleyhissalamın qövmünün bir qismində var idi ki, nəyə ibadət edirlər? Ulduzlara, daşlara. Onlarla isə Allah təala başqa cür metodu öyrətmişdi. Necə onlarla danışacaq? Bunlarla bitdi. Yandırmaq istədilər, alınmadı. Qaldı o biriləri.
O birilərlə görən hansı üsuldan danışır, Uca Allah da onu onlara öyrədir. Hətta ondan sonra gəlir Nəmrudla olan hadisəsi və digəri. İnşallah Allah qismət edər, başqa vaxtları İbrahim əleyhissalamın həyatını hamısını inşallah oxuyarıq. Allah da qismət edər, axıra qədər bitirərdik. Çünki İbrahim əleyhissalamın həyatı çox ibrətlidir bir insan üçün, təvhid əhli üçün. Və təvhid əhli sevməlidir ki, həqiqətən də o kimin yolu ilə gedir? İbrahim ümmətindəndir. İbrahim ümmətindənsə, təvhid əhlidirsə, deməli qiyamət günü Rəsulullahın şəfaətinə nail olacaq, Peyğəmbərlərin şəfaətinə nail olacaq, mələklərin şəfaətinə nail olacaq. Gör, təvhid əhlinin qiyamətdə nə qədər şəfaətə nail olacaq. Şəfaət nə deməkdir? Yəni, Allah-Ta'dan o qul üçün bağışlama diləyəcəklər. Allahım onu cənnət əhli ilə, günahlarını bağışla. Ona görə nə də Allah nə deyir? İbrahim nədir? Ümmətdir. İbrahimi özünüzə ibrət götürün. Ona görə, əgər bir insan təvhid əhlidirsə, deməli o İbrahim əleyhissalamın yolu ilə gedir. Subhanallah. Gör, nələrə nail olacaq axirətdə. Allah təala bizi təvhid əhlindən, təvhiddən ayırmasın. Allah təala sonumuzu təvhidlə dünyadan köçməyi nəsib eyləsin. Allah təala bizi, ailəmizi şərik qoşmadan qorusun. Uca Allah dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eyləsin. Amin.